Herkese salam. Növbəti videomuza xoş gəlmisiniz. Mən Alsu Kəngərli, ingilisli müəllimiyəm. Dərslərim haqqında məlumat verəsi olsam, dərslərə yazılmaq üçün həmin bu nömrə ilə əlaqə saxlamanız, yəni WhatsApp nömrəsinə mesaj yazmanız kifayət eləyəcək. Buraxılış dərsləri 8, 9, 10, 11 və General English üçün insanları hazırlayıram. Əlavə olaraq da Instagram, TikTok və Telegramdakı istifadəçi adım Alsu Kəngərli olacaq. Eyni ilə, necə ki burada eynidir. YouTube'dakı ilə və mənim həm də bir dənə də WhatsApp qrupum var. Həmin o qrupun linki, burada qeyd elədiyim bütün sosial media akkauntlarımın linki hər biri bu videonun açıqlama hissəsində olacaq. Bu videomuzda biz izah edirik OTK 3-cü nömrəli sınağıdır. 2024-cü ildə 11-ci siniflərə aiddir və bu videonun davamıdır. Part 2-dir. Yəni ikinci hissəsidir və qrammatikanı bunun öncəki videoda izah etmişəm. Bu videoda isə qalan hər bir şeyi izah eləyəcəyik. Bu dəfə fərqlilik eləyib readingdən yox, listeningdən başlamaq istəyirəm bu videoya. Çünki niyə də olmasın. Onu da qeyd edeyim ki, bu videoların istifadə elədiyim sınaqlar və s. hər birinin əgər ki istəyirsinizsə PDF-ini əldə edə bilərsiniz mənim Telegram kanalımdan. Hətta burada əgər ki qulaq asmaq istəyirsinizsə bunun listeninginə, o zaman getmək lazımdır. Yenə də kanala baxmaq lazımdır. Yəni burada listeningi qoşmayacağım sizin üçün. Video daha da uzun olmasın deyə. Listening haqqında ümumiyyətlə probleminiz varsa, mənim özümə xas, belə deyək, istifadə elədiyim bəzi metodlar var, hansı ki sıfırdan inkişaf elətdirmək mümkündür sizin listeninginizi. Həmin o problemlər də varsa sizdə kanalda listening bölməsinə daxil olun, görəcəksiniz ki, necə bunu etmək lazımdır. Gəlin indi başlayaq izahlarımıza. İlk öncə həmişə menla bəhutu axıra saxlayırsınız. Bu şəkildə 81-ə ilə başlamaq istəyirəm. Onu da qeyd edeyim ki, bu listeningdə, məsələn, burada though sözünü qəşəng tələffüz eləmədi. Məsələn, zoo dedi. Amma məncə çoxu uşaq məktəbdəki müəllimlərin, indi məktəbdəki müəllimlər də deyib simvolikləşdirmək istəmirəm bu adı. Çünki bütün məktəbdəki müəllimlər elə deyil də, düzdür. Ancaq yəni bir çox müəllimlərin köhnənin tələffüzü ilə zoo ilə deyir. Məsələn, mən bunu isə though ilə deyirəm. Əgər ki, məsələn, məndə alışmışsınızsa ya da ki, başqa birisində alışmışsınızsa, OTK-da belə eşitsəniz, çaşa bilərsiniz ki, burada bu nə demək istədi, belə bir məsələ yarana bilər sizdə. Məsələn, OTK-nın bu hissəsini bəyənmədim. Bir də house sözünü elə tələffüz etdi ki, sanki health sözü deyir. Health sözünü deyirmişcəsinə elədi, dedi onu. Mən davamına qulaq asanda başa düşdüm ki, evdən danışır və başa düşdüm ki, burada o house deyir, health yox. Hətta həmin o hissəni sizə göstərmək istəyirəm ki, bunu necə deyir. Bir dənə qulaq asın. House is essential. Health kimi biraz səslənir. Tam olaraq elə səslənməsə, biraz elə səslənir. İki cür düşünə bilir insan. Bunun bir neçə listeningində OTK-da bunu görmüşəm. Prosta belə bir negativi də var. Bunu sizə demək istədim. Amma ümumi olaraq suallarını bəyənirəm. Gəlin indi başlayaq. Bizə burada düzgünü cavablamağımızı istəyir. Sualımız isə why ilə başlayır. Yəni nə üçün? Nə üçün deyirsə onun cavabı because ilə olacaqdır. Ona görə burada because-a fikir verməyin, qulaq asanda digər hissələrə fikir verin və nəyi işarə eləməlisiniz dinləməmişdən öncə, nəyə özünüzü hazırlamalısınız. Bunun üçün ayrıca bir videom var, gedib onu qulaq asa bilərsiniz. Onlar haqqında bu videoda danışmayacağım. Deyir ki, why is house essential for a man's life? Niyə bir insanın, man sözü həm kişi, həm də ki insan mənasına gələ bilər. Bir insan həyatında ev nəyə görə vacibdir? Bu şəkildə deyir və essential sözü deyir bizim üçün. Səhv etmirəmsə, biz bayaqları izah eləyəndə vital sözünü də görmüşdük. Bəli, görürsünüz vital sözünü. Hansı ki, vacib sözü deməkdir. Vacib deməkdir bu sözün mənası və
bir neçə, hər dəfə demək olar ki, biz bunu bir çox videolarda da elə öz dərslərimdə də tez-tez deyirəm. Deyir ki, ev nə üçün vacibdir? Biz burada birincisi deyir ki, only deyirsə 99.9% ehtimalı o səhvdir. Deyir ki, sadəcə olaraq qoruyur insanları, soyuqdan qoruyur. Protect sözünün sinonimini məsələn yadınıza salın burada. Sadəcə olaraq insanı soyuqdan qorumur da. İnsanı soyuqdan qoruyur, okey. Amma sadəcə olaraq tək funksiyası bu deyil. Məsələn, bunu tapaq bir dənə buradan. Heç ümumiyyətlə hava ilə bağlı bir hissəni görmürəm. Sizin gözünüzə dəyərsə baxa bilərsiniz. Amma yəni sadəcə olaraq ev bizi soyuqdan qorumur və insanın həyatında evin önəmi sadəcə olaraq bundan ibarət deyil. Və mətndə də elə bir şeyə rast gəlmirik açığı. Burada B variantı olacaq. B variantı harda? Deyir ki, ev serves as a shelter. Belə eləyək, görünsün. And a place to fulfill all our needs. Deyir ki, ev bizə sığınacaq rolunu oynayır. Sığınacaq kimi bizə xidmət eləyir, deyir o cümlədə. Amma yəni ki, sığınacaq kimi bizə rol oynayır da, belə də demək olar. Və elə bir yerdir ki, elə bir yerdir ki, bizim bütün ehtiyaclarımızı özündə ehtiva edir, özündə birləşdirir, düzdür? Ona görə burada B variantı olacaq. Məsələn, C variantında deyir ki, çünki çoxlu tiplər var, yəni çoxlu cürə evlər var dünyada. Çox cürə evlər var, okey, bu düzdür. Gəl bir də baxaq görək hələ elə bir cümlə varmı bizim üçün burada? Məsələn, burada belə bir cümlə var, deyir ki, Britaniyada bir müxtəlif cür tipli, müxtəlif cür fasonda olan evlər var. Bu şəkildə deyir. Amma sırf yəni bu sualın cavabı bu deyil. It's not easy to have a house today. Deyir ki, indiki dövrdə ev əldə etmək asan bir şey deyil. Sırf buna görə mi bizə vacibdir? Gəl indi baxa görə bunu bizə harda deyir bu listeningdə. Elə bir cümləyə rastlamıram ki, bizə desin ki, almaq çətindir, ev bahadır, belə şeylər bizə demir. Ya variantı deyir ki, because people have different traditions, çünki insanların müxtəlif cür tradisyonları, adət-ənənəsi var. Burada məsəl üçün bizə burada deyir ki, insanların mədəniyyətini öyrənə bilərsiniz evini görəndə. Məsələn, Azərbaycanda bir çox köhnə evlərdə məsələn elə evlər görmək mümkündür ki, orada divarda xalça olsun, belə maraqlı olur və sair və axır, və yaxud da ki modern olur, və yaxud da ki klassik tiplə evlər olur. Yəni evlərin də növləri var. Sırf bu səbəbə görə sevmirik ki, düzdür? Ona görə burada B variantını götürə bilərik. Which statement is a false? Bizim üçün səhvə istəyir. Nowadays people can use different kinds of houses. Deyir ki, indiki dövrdə insanlar müxtəlif cür növdə olan evlər istifadə eləyə bilərlər. Məncə bu doğrudur. Bunu biz hardan gəlirik bu nəticəyə? Nowadays people use a travel caravan while traveling. Səyahət eləyəndə karavan istifadə edirlər. Daha sonra deyir ki, məsələn, Britaniyada, bax burada bayaq qırmızını işarə edirəm. Deyir ki, Britaniyada müxtəlif cür tipli evlər var. Onlardan birisi houseboat, yəni qayıq evdir. Məsələn, gəmin içində yaşamaq, qayığın içində yaşamaq və yaxud karavan içində yaşamaq bu şəkildə deyir. Sadəcə olaraq normal bildiyimiz ev formasında olmur da, betondan və yaxud da ki mənzil. Burada deyir ki, müxtəlif cür var. Bu həqiqətən də elədir. Bir çox yerdə gördük və bizə səhv istəyir, fikir verir. Bizə burada səhv istəyir. Bu isə doğrudur. Axıra kimi işarələyik, sonra variantımızı seçərik. Hələ variant çıxmağa tələsmə. Əgər ki, false olanda bəzi uşaqlar çaşır, beyinləri dayanır, bilmirlər ki, neynəsinlər. Bir plus minus qoy. Ən axırda sən buna qərar verərsən ki, nəyə götürəsən, nəyə götürməyəsən. According to the English, yəni ingilislərə görə, their home is their castle. Deyir ki, ingilislərə görə onların evləri onların qalasıdır. Deyir ki, ingilislərin atasözü var, mənim evim mənim qalamdır. Yəni, bu doğrudur. C variantında deyir, there are a lot of things about the importance of houses to a person. Deyir ki, bir insana evin vacibiyyəti haqqında çoxlu deyimlər var. Aha. Gəl görə indi bizə bu cümləni harda deyir.
Məsələn, bax burada deyir. There are a lot of, bax burada. Eynisini dedi. Yəni bu deməli doğrudur. Traveling on caravans, people spend much money on hotels. Bu hotel olar yəqin ki, elə görünür. Deyir ki, karavanda səyahət eləmək insanlara oteldə çox pul xərcləməyini gətirib çıxarır. Amma burada elə demir. Deyir ki, it gives, yəni ki, karavanda səyahət eləmək, travel eləmək, it gives the travelers an opportunity to not to spend much money on hotels. Deyir ki, otellərdə çox pul xərcləməmək fürsəti yaradır. Yəni maşının içində qalırsan və maşını sürürsən. Karavan şəklini yazın, çıxacaq karavan nə demək bilmirsinizsə, elə karavan olaraq gedir. Yəni biz burada otellərə pul xərcləmirik. Amma D variantında deyir ki, otellərə çox pul xərcləyirsiniz. Yox, bu səhvdir. Bu səhvdir. Daha da əksinə. Houseboats give people a chance to get away from problems. Deyir ki, qayıq evlər insanlara şans verir ki, elə bir şərait yaradır ki, problemlərdən uzaq olsunlar. Burada ama deyir ki, çoxu insan qayıq evləri çox cəlbedici hesab edir. Çünki onlar daha çox təbiətə rahat özlərini hiss edirlər və hər gün olan problemlərdən biraz escape, biraz onlardan uzaqlaşmağa kömək edirlər. Yoxsa yəni qayıq ev alanda problemlərimiz həll olur, onlardan uzaqlaşırıq kimi bir nəticəyə gəlmək olmaz. Amma yenə də bu variantımız bizim üçün doğru olacaqdır. Çünki eyni mənanı verir. Yəni deyir ki, problemlərdən uzaqlaşmanıza kömək eləyir, gətirir, çıxarır. Burada da deyir ki, houseboat problemlərinizdən sizi uzaqlaşdırır. Hər gün, yəni gündəlik problemlərdən sizi uzaqlaşdırır. Yəni ki, bu doğru cümlə olmuş olur. Maraqlı. Burada olacaq D variantı. Çünki bizim burada səhv istəyirdi və bizim də səhv variantımız D variantı oldu. Deyir ki, what can be used as a human house in Great Britain? Ya da ki, Britain, baxır indi necə demək istəsəniz. Deyir ki, insan evi olaraq Böyük Britaniyada nə istifadə oluna bilər? İnsan evi olaraq istifadə oluna bilər. Deyir ki, Britaniyada bir çox ev tipləri var. Onlardan birisi houseboatdur. Yəni ki, qayıq evdir. Götürüb yazırsan bura. Houseboat ya da ki a houseboat. İkisi də doğru cavab olacaq sənin üçün. Bax, cavab kartını götürüb beləcə yazsın. Ya houseboat ya da ki a houseboat yazsın. İkisi də doğrudur. Deyir ki, world sözünü üçün bir dənə adjective yaz. Adjectivlər normalda adjectivedən sonra noun gəlir. Amma həmişə belə olmur. Məsələn, deyirəm ki, a nice person, yəni gözəl insan deyirəm. Və yaxud da ki, deyirəm ki, this person is nice. Yəni bu şəkildə, yəni həmişə adjektiv nounun qabağında gələcək deyə bir şey yoxdur. Nounun qabağında gəlməyə də bilər. Buradakı qayda buna aiddir. Bəs bunun qaydası nəyə aiddir bilirsiniz? Bunun qaydası ona aiddir ki, to be-dən sonra adjektiv gəlir. Burada yəni is to be-dir də, ondan sonra adjektiv gəlir. Maraqlı qaydamızı yadımıza saldı. Bir də fikir ver ki, səndən burada bir dənə mi istəyir, iki dənə mi istəyir? Hökmən. Birini götürüb yazırsan, world sözün qabağında olan seçək, işarəliyim, indi göstər. Elə bircə dənəymiş. Buradan götürdüm, seçdim. Modern olacaqdı. Cavab müasir. Modern sözünün sinonimi var idi. O sinonimi götürün, yazın kommentlərə. Maraqlı. Görsən, iki sınağın ikisində də modern sözü düşüb. Maraqlı. Daha sonra, no matter what type of house a person should happy there. No matter what type of house a person feel happy there. Bax, bu hissələri bizə veribdir. Biz bunun davamını yazmalıyıq. Living under one roof. Bax, bu cavabı yazırsan. Yəni bizə burada indi deyərsən ki, comfortable sözü niyə verməyibdir? Comfortable sözü rahat. Deyir ki, özünü xoşbəxt və rahat hiss eləmək. Düzdür? Mən deyirəm ki, ağıllı Xədicə. Bir də var deyirəm, gözəl və ağıllı Xədicə. Ağıllı Xədicə.
İndi bax, burada ağıllı sözünü, elə bil ki bu formasını, ağıllı xədicə hissəsini gətirib burada yazıbdı. Bu, ya da burada yazıbdı. Gözəl və ağıllı xədicə hissəsini götürüb burada yazıbdı. Burada yəni problemi yoxdur. Comfortable sözünü verməyibdi. Məsələn, burada yəni gözəl sözünü verməyibdi. Yəni bu da ola bilərdi. Normal deyilmi uşaqlar? Bu it's okay. Davamını yaz, sənin üçün problem deyil. Yəni burada bu happy sözünü yazıbsa, mən də comfortable sözünü eşitdim, gətirim o yazım. Yox. Comfortable sözü burada happy virgül comfortable olsaydı daha gözəl olardı. Bu şəkildə yəni comfortable sözünü bura yazmağınıza ehtiyac yoxdur. Mən izah edə bildim ki, nə demək istədim. Comfortable, yəni ki, rahat sözünün sinonimini yazın. Maraqlı bir sinonimi də var onun. Bu da oldu bizim listening, amma mail about-u izah eləməmişəm. Deyir ki, Britaniyada yaşamağın vacibiyyəti yox. Britaniyada yaşamaq haqqında danışdı. Britaniyada yaşamaq haqqında deyil də oranın evlərindən danışdı. Amma bizim mətnimizin məzmunu Böyük Britaniya haqqında deyil. The place where love, respect and friendship exist. Mən sizə nə demişəm? Demişəm ki, mail about-un cavabı ya ilk cümlədə olur, ya da ki sonuncu cümlədə olur. Baxın. Gördünüz? Deyir ki, sevginin, hörmətin və dostluğun var olduğu, mövcud olduğu yer, yəni ev. How to keep native traditions, yəni deyir ki, öz doğma ədət-ənənələrimizi necə qoruyub saxlayaq. Yox, bunlardan söhbət açmır. İngilislərin, yəni ata sözünün izahı, bəli, izahı verildi, amma bizim mətnimiz tamamilə o haqda deyildi. How people hide themselves from bad weather, insanlar özlərini pis havada necə qoruyurlar? Mətnimizin məzmunu bu deyildi. Maraqlı test. Davam eləyək bizim readingimiz ilə. İndi isə readingi izah edilməyə başlayırıq. Yəni də reading-i də mail about-u axıra saxlamaq lazımdır. Və bu arada onu deyim ki, nə qrammatika, nə listening falan heç nəyə öncədən baxmamışdım. Məsələn, transkripti çıxartmağa öncədən elədim. Listening-in transkriptini öncədən çıxartdım. Yəni, suallarım sizlə birlikdə mən də ilk dəfə işləyirəm və çalışıram ki, hər dəfə elə işləyim ki, elə bil ki, sınağa dəfələrlə görmüş birisi kimi işləmək, müəllim kimi işləmək, bir də ki, müəllim olub nəyisə ilk dəfə gördüyüm formada işləmək. Məncə bunun arasında fərqi olur. Yəni, o baxış açısından işləyirəm. Bunu da sizin üçün vurğulamaq istədim. Bəlkə sizə nəyəsə kömək olar. Bilmirəm. Ona görə, yəni, bax bu cür. Gəlin, indi biz baxaq. Deməli, mən 72-ci sualda about race sözünü görürəm. Race yarış deməkdir. Məsələn, burada boating race və boat race. Boat race-in bir çox yerdə uca gördüm. Deməli, mən açar sözüm o deyil. Bir də burada competition sözünü gördüm. Deməli, başqa yer competition varmı? Competition da yarış deməkdir, race da yarış deməkdir. Deməli, sən bura baxma. Belə olanda neyinsən? Oxford sözünə də baxma, Cambridge sözünə baxma. Oxford burada, Cambridge burada. İnsan gəlib hansı cümləyə baxasan, hər yerdə sənə bu sözləridir. Sən elə söz seçməlisən ki, o söz səni həmin o cümləyə aparsın. Bütün cümlələrdə eyni sözlər deyil axı. Həmin yerə tapmasan ki, sən açar sözün olsun. İndi bax. Mən burada görürəm ki, is the competition sözünü yerinə götürmürəm. Organized every year. Every year sözünü götürürsünüz. Annually. Yəni, ildə bir dəfə deməkdir. Hər il deyirsə, ildə bir dəfə. Bir dəfə bir sınaq işləmişdi sizinlə bir yerdə, YouTube-da. Orada da every year deyirdi. Annually sözü bizə kömək olmuşdu orada. Yəni, bax, burada da sizə o kömək ola bilər. Məsələn, burada organizing, indi every year sözünü bir tapaq. Yəni, bu nə demək istəyirəm? Demək istəyirəm ki, annually sözü də verə bilər də, bilin. Biz burada every year demişdik. Every year sözünü ayda tapmışdım indicə. Bax, buradadır. Deyir ki, yarışlardan birisidir, hansı ki, hər il keçirilir. Organizing every year. Bunu götürə bilərsən. Və yaxud da başqa cümlədə varmı? Növsəm. Deyir ki, 20-ci əsrdə baş verib ilk dəfə Henley şəhərində. Henley sözünü sən burada götür, bir də ki, 20-ci əsr.
Sən burada görsən ki, Henley'dir və burada 1836-dır. 1836 19-cu əsrdir. Gəl bir dənə bunu götürək, izah edək. Bəlkə tarixi bilənlər əlbəttə ki, bunu bilir. Yenə də izah edeyim. Bax, 1800-cü ildirsə, bu 18-ci əsrdir. 1801 oldusa, 19-cu əsrdir. Belə yada saxladı. Məsələn, 1-ci ildirsə, elə bir 2025-ci il yoxdur, 1-ci ildirsə, hansı əsrin içindədir, 100-ün içindədir də, bu 1. İndi ona görə də bu olur 1-ci əsr. 1-ci il, 1-ci əsr, 2-ci il, 3-cü il hamısı 1-ci əsrin içindədir. Məsələn, desək ki, 100-cü il, bu da 1-ci əsrdir. 1-ci əsr. Yəni, burada sizə belə deyəcək, first century. 101-dədirsə, bu nəyin içinə girdi? Bu 200-ün içinə girdi. Deməli, burada 2-dirsə, elə bil 2 dənə sıfırı sil, yerdə nə qaldısa o boyda əsr. Məsələn, burada 1836-dırsa, burada deməli, 1800 olsaydı 18 olurdu. 1836 nəyin içindədir? 1900-ün içindədir. 2 dənə sıfır sil 19. 19-cu əsr, yəni 20-ci əsr deyil. Yəni, bax, bu şəkildə 20-ni 2-ni çıxdıq. Bir də olsa C variantı. Gəl görək, inspired people. Ya bunu, yoxda think also to be the great events. Baxlar o sözü görmüşdüm, gözdə indi göstərəcəm. Big events. Böyük mərasimlərdən birisi kimi nəzərə alınır. Deyir, hələ də still one of. Burada 4 doğrudur. Zaten tərcümə eləyənlər başa düşür ki, bu nə deməkdir. Mətni işləyəndə demişəm də, mətni necə işləmək lazımdır, onu öyrətmişəm. Elə bir videom var. Oxuyub gedib işləyən var. Bir də ki, belə bir şəkildə işləyən var. Zaten oxuyub gedib işləyən, tərcümə eləyən bir-birinə zaten ki, tapır da. Yəni, burada oxuysan və tapırsan. Burada nə var ki? Mən əsas belə bir şəkildə işləyənlər üçün, məsələn, taktika ilə işləmək deyirsiniz falan, ala bilib, burada sözlərdir falan seçirəm, göstərirəm sizə, gedirəm, tapıram, şəhərlərəm. Yəni, bax, bu şəkildə işləyirsiniz. Bu nədir? Burada konkret, yəni 1-dən 4-də cavab. Sonra keçirəm burada. What is the purpose of organizing the competition between two universities? Purpose. Məqsəd deməkdir. Məqsəd sözünün sonimlərini kommentlərdə yazsanız olar. Deyir ki, yəni məqsəd nədir də bu 2 dənə universitet arasında bu competition-ı, yəni ki, yarışı təşkil eləməkdə məqsəd nədir? Universitetlər arasında yarış keçirilirsə, demək ən yaxşısı hansıdır? Məsələn, best sözünü görürsən, Y variantını gəl götürə bilərsən. Burada elə cavab da olacaqdır. Gəl bir dənə baxaq. Bax, onu bu hissədə verir. Cavabı bu hissədə də olacaq burada. Y variantı. D variantında deyir ki, Böyük Britaniyada idman yerlərini inkişaf elətdirmək, nə bilim, daha bilikli uşaqları müəyyən eləmək deyil. Burada bax, burada da görsən boat race, qayıq yarışı. To show, yəni burada bilik deyil, tema. To show their incompetence to each other, bir-birlərinə qarşı necə rəqabətli hərəkət eləmirlər, bunu göstərmək üçün. Yox. 2 universiteti də Britaniyada populyarlaşdırmaq üçün, xeyr, məqsəd o deyildi, Y variantı olacaq burada. Deyir, bizim üçün burada düzgün hansıdır? Bir də zəhmət olmasa mənə kommentlərdə yazın. Mən, məsələn, hər sınaq izah elədiyim videoda fərqli cürə işləyirəm. Bir dənəsində çox tərcümə edirəm mətni, bir dənəsində belə falan. Siz mənə zəhmət olmasa deyil, hansı formada işləyəndə sizin üçün daha yaxşı olur? Məsələn, oturub bircə tərcümə eləmək, bircə baxmaq, yoxsa belə taktika tipalı işləmək mi sizin üçün daha kömək olur? Hər iki cür işləyənlər var mənim kanalımda. Ona görə hamıya faydalı olmağa çalışıram, amma
Mən də ki, bilmək istəyirəm ki, düzmü fikirləşirəm bu şəkildə. Mənə bilgilənirsəniz, mən də sizə uyğun daha yaxşı videolar çəkməyə davam eləyərəm. Davam eləyək. Bizə burada düzgün istəyir. Deyir ki, bu boat race müasir event mərasimlərdən birisidir, keçirilir. Tədbirlərdən birisidir, keçirilir. Böyükdən müasir deyil axı. Modern sözünün sinonimi nə idi? Bu bayaqları həm modern burada gördük, həm də ki, burada gördük, fikir verdiniz. Maraqlıdır. Müasir deyil axı, 1836 idi, yoxsa 56 idi? 36. Müasir deyil. İndiki dövrə aiddir. After the first boat race took place, the universities decided not to continue the competition. First, bu sözü qeyd tapaq. Tərcümə eləmədən indi işləməyə çalışıram. Görəyəndə first race not continue. Burada isə deyir repeat. Burada deyəndən burada decide sözünü görə bilərsən. Decide. As for the decided to repeat deyir, davam təkrarlamağa. Nə qədər olursa, taktika olursa olsun, görürsünüz, yenə sizə tərcümə lazımdır. Yəni ən xırda sözü belə bilmədən gedib bal yığmaq istəyənlər olur, amma görürsünüz ki, yəni elə deyil. Hər videoda yəni bunu hər dəfə deyirəm. Təkrarlamaq qərarı veriblərsə, burada B variantında deyir ki, birinci yarışdan sonra iki universitet dedi ki, bu yarışa davam eləməyək. Amma burada deyir ki, onlar təkrarlamaq qərarına gəliblər. Təkrarlamaq qərarına gəliblərsə, deməli B variantı səhvdir, not yox. Səhvdir. The first attempt deyir ki, Cambridge Universiteti tərəfindən edildi. Birinci addım yarış üçün. Gəl görək. Deyir ki, halbuki Cambridge University sənə challenge. A challenge deyir ki, yəni an invitation to somebody that should enter a competition. Deyir ki, bir challenge onlara göndəriblər ki, bir çağırış eləyiblər ki, yəni bir dəvət eləyiblər ki, Oxford Universitetini dəvət eləyiblər ki, belə bir yarış keçirdək. Yəni bu şəkildə, həqiqətən də burada C variantıdır. Dəvətində deyir ki, neither student decided to put an end to the argument. Deyir ki, tələbələrdən heç biri, neither ikisindən heç biri deməkdir. İkisindən heç biri argumenti dayandırmaq istəmirdi. Amma burada deyir ki, onlar bu argumenti dayandırmaq istəyirdilər. Nə ilə? Yarış keçirmək istədilər ki, görə indi hansı daha yaxşıdır? O şəkildə və belə D variantı səhv olmuş olur. Çünki deyir ki, heç biri dayandırmaq istəmədi. Dayandırmaq istəyirdilər ki, argumenti ki, kim ən yaxşıdır, belə bir söhbət aralarında gedirdi. O da deyirdi ki, bunu qərar vermək üçün yarış keçirək də bu şəkildə. Yəni deyir ki, when the distance between two towns was less than 200, actually 100 miles, it was not easy to organize a race for the teams from there. 100 miles sözünü axtaracağım indi. Tapdım. Deyir ki, 100 mil idi ölçü. Mil kilometrə bənzər bir ölçü vahididir. Deyir ki, bu asan deyil idi. Amma yenə də Cambridge Universiteti bir challenge, yəni çağırış göndərdi. Y variantında isə deyir ki, 100 mildən az idi. Gəl görək burada. 100 mil idi. 100 mil bir-birindən uzaq idi. 100 kilometr kimi fikirləşə bilərsən, amma kilometrlə mil arasında fərq var. Amerikanın ölçü vahidləri fərqlidir. America is a little bit crazy. Başım. Yəni deyir ki, 100 mildən az idi. 100 mildən az idi, amma burada 100 mildən az idi demir axmətində. Deyir ki, 100 mil idi. Bu şəkildə ona görə Y variantı səhvdir. Paragraf 2-də to ilə başlayırsa, paragraf 2-nin feillərinə baxancaq. Paragraf 2. Paragraf 2-nin qəbulünə feillərini tez seçək. Budur. Paragraf 2-nin feilləri bunlardır. Hətta elə olur ki, heç paragraf baxmağına ehtiyac olmur. Tapırsan, amma həmişə get mətndə axtar ki, o söz həqiqətən varmı mətndə. Çünki sən burada deyək ki, sən özündən definition götürdün, yazdın. Məsələn, sən burada elə bir söz verib ki, onun mənası tələb eləməkdir. Onun üçün ağlıma indi bu söz gəldi. Require.
Bir də to demand sözü var. İndi sən burada ürəyin hansını istəyir, bunu yazamazsan. Bizə belə bir lüks vermir, deyim. Sən mətndə hansı varsa onu yazmalısın. Çünki bunun mətnin məqsədi odur ki, biz yoxlayaq ki, sən həqiqətən oxuduğunu başa düşüb gedib yaza bilirsən. Yəni sən deməli burada başa düşmürsən ki, mətndə require sözü varsa, götürüb burada require sözünü yazmalısan. Amma sən götürüb demand sözünü yazmısan. Deməli bu səhvdir. Nə olsun, sən buradakı definitionu eynisinə uyğun bir söz demirsən. Nə olsun ki, mətndə yoxdur o. Konkret sən onu eləyə bilməzsən. Çünki o din fikirləşir ki, deməli bu uşaq mətni gedib baxıb anlamağı bacarmır. Bu bacarmırsa mən bu nəyi qiymətləndirirəm. Başa düşdün? Deyir ki, nəsə haqqında diqqətlə düşünmək, xüsusilə də hər hansı bir qərar, decision sözü var bizim üçün burada, hansı bir qərarı götürəndə. Bu olacaq da hansı söz? Decide sözü olacaqdı. Burada keçmiş zaman formasında veribdir. Siz yine bura gətirin, belə yazın. Decide, belə yazsınız daha gözəl olacaq. Decide ya da ki, to decide, qərar vermək. Deyir ki, ən azı 2 dənə sözü dəyişməklə. Gəl, ən sevdiyim budur. Two friends decided that... İşarəliyim, indi videonun davamını qoşurum. Qəbdən yoxlayayım, görün buraydı mı? Deyir, 2 dost qərar verdilər ki, burada deyir ki, onlar qərar verdilər ki, onlar deyəndə 2 dənə dostu deyir də, two friends, 2 dostu əvəz eləyib də. Gözəl. İndi sənə nəyi verib? Bax, sənə, qoy bir dəfə də işarəliyim. They decided that. Bu hissəni verib. Sən dəyişməli olduğun hissə, bax, bu hissədir. Qoy bunu bu bir rənglə işarəliyim. Bax, 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 ancaq və ancaq bu hissəni sən dəyişməlisən və ancaq bu bənövşəyi rəngdə işarə elədiyim, bənövşəyi rəngi necə deyir ingilisində, onu kommentlərdə yaza bilərsən. Yadımızı salaq. 2 cür deyə bilirik biz o sözü, bənövşəyi sözünün ingilisində. Hə, deməli, məsələ nədir bizim üçün burada? Məsələ bizim üçün odur ki, hə, ancaq bu bənövşəyi rəngdə olan hissəni dəyişib cavab kartına yazsan, sənin üçün bəs eləyəcək. Yəni, sən götürüb bu hissəni yazmağına ya da ki, o hissəni dəyişməyinə ehtiyac yoxdur. Çünki səndən o hissəni istəmir. Konkret səndən deyir ki, yəni, bu hissəni mən vermişəm, mənə nəmi lazımdır ora? Bu hissəni ver. Ən balaca söz belə, bu hissəni belə köçürtməyini sənə tövsiyə etmirəm. Yəni, köçürsəm səndən bal çıxmayacaq, amma niyə köçürdəsən ki, yəni bunu? Köçürtməsən tam balını verir, narahat olma. Sən onu köçürtmə. Eləcənə götürüb bax bu hissəncə dəyiş yaz dəftərinə, cavab kartına, yoxsa tam balını verəcək. Yəni ən balaca söz belə sən vaxtını aparırdı. 3 saatı bölüşdürə bilmirsiniz bəzən. Ala bax. Bunun sən vaxtını dəyişə bilərsən. Gəl indi burada dəyişək. Burada sənə deyir ki, rəngini dəyişdim çünki yazanda görünmür. The only way deyir ki, yeganə yolu deyirsə, yəni sən bunu belə bir şeyin əvəz edə bilərsən də. The best, the only sözünün əvəzinə, bunu belə sileyim. Yəni, dəqiq yazacağım deyənə nə qədər vaxt gedir videoda. The only sözünün əvəzinə the best yaza bilərsən. Yəni, yeganə yol sözünü ən yaxşı sözünü yaza bilərsən. Bu da hökmən deyil ki, bunu izah hökmən deyil ki, sən orada verəsən, iminli sinonimi verəsən. Bu haqda mən danışmışam, readingi izah elədim, 11-ci sinif reading işləmək videomu. Gəlin orada izləyin həmin bu hissəni ki, 2 söz dəyişmə hissəsi necə işləmək lazımdır. Onu baxın, başa düşəcəksiniz ki, mən sizə deyirəm. Burada da ona vaxt ayırmıram. To settle sözünü to and sözü ilə verə bilərsən. Sonra the argument sözünü the quarrel sözü ilə verə bilərsən. Ya da ki the conflict. Bu şəkildə verə bilərsən. Would be to organize olardı. Would be olardı deməkdir. Amma would be-ni sən was-la da yaza bilərsən. Was to organize deyən was-ı nə ilə əvəzləmək? Bu would be-ni was-la əvəzləmək olar. Bu okey deyən. Bizim üçün çox bir problem yoxdur. To organize sözünü əvəz eləyək. To arrange sözü ilə
Bu şəkildə. Ya da ki, elə to arrange sözü ən gözəldir. A competition. Competition sözünün bayaqları mən sinonimini sizə dedim. Nə idi bu sinonimi? Biri race sözü ola bilərdi. Race. Başqa contest ola bilər. Sonra match. Match daha çox istifadə olunmaz match. Çünki bu maç olaraq istifadə olunur. Məsələn, futbol maçı falan. O burada yerləşmir. Başqa emulation da olar amma emulation da ola bilər. Daha sonra iki komanda sözünü, komanda sözünü ilə əvəz eləyək. Nə bilim, iki qrup deyə bilərikmi? Məsələn, qrup ola bilər. Between sözü iki şey arasında deməkdir. Götürüb bunu among ilə əvəz eləməyin. Çünki among üç şey arasında deməkdir. Burada isə ikidən universitetdən söhbət gedir. Bu şəkildə. Yəni bu sözləri götürün, əvəz eləyin. Sən the olma sözünü bundan əvəz elə, bunu bundan, eləcəni götür, yerinəcə qoy, hər şey yaz öz sırası ilə. Ancaq bu sözlərcə dəyiş, götür yaz, balını verəcək. Və ən az 2 dənə söz deyil, biz orada bir çox söz dedik. Bu şəkildə. Bu essədə, başqa bir videoda izah eləyərik. To happen baş vermək deməkdir. Paragraf 2-də sənin üçün bunun sinonimini istəyir. To happen paragraf 2-də. Yenə də took place olacaq və görsən ki, burada da sənin feil istəyir. Elə bayaqlar dediyim feillərin arasına gedirsən, seçirsən, yazırsan. To ya da ki to olmasa da olar. To take place. Bu şəkildə bunu yaz. Səndən burada sinonimini istəyir. Sinonim üçün başqa nə verə bilirdi? Close meaning da deyə bilərdi. Bu şəkildə. Bunun əsasını istəyirsinizsə, ümumiyyətlə başqa nə istəyirsinizsə, deyə bilərsiniz, o haqda videolar çəkə bilərəm. Hər şeyini izah elədik. Mail about-unu izah eləmədik. Gəlin bunu da izah eləyək. Videonu hələ də bəyənməmişsinizsə, kanala abunə olmamışsınızsa, hökmən abunə olun. Çünki niyə də olmasın. Burada olacaqdı. Cəbəndən də deyir ki, dünyanın ən yaxşı oarsmen. Oarsmen bizə nə deməkdir? Avarçılar, o qayıqda belə bir qayıqdır. Qayığı hərəkət elətdirmək üçün bir yanlarında belə şeylər olur. Bax o avar çəkən deməkdir oarmen. Dünyanın ən yaxşı oarmenlərindən tanışmır. Böyük Britaniyadakı 2 ən prestijli universitet. Buna söhbət getmir. Universitet belə idi, təhsili belədir falan. Ondan söhbət getmir. Yarışa fokuslu bir mətndir. Məzmunu yarışdır. Deyir ki, 2 dənə yarış, 2 növ yarış, idman yarış növü deyil. Oxford Universitetindən olan dəvət Cambridge-dən idi. One of the big events in the United Kingdom. Böyük Britaniyada, Birləşmiş Krallıqda, Böyük Britaniya, Birləşmiş Krallıq, UK və England. Hamısı eyni, tamamilə eyni yer deyil, amma nəysə. Yəni, eyni ölkəni demək istəyir. Ümumi olaraq danışsaq, çox dərinə getməsək. Bu şəkildə deyir ki, ən böyük yarışlardan, mərasimlərdən, tədbirlərdən birisi düzdür. Ya variant olacaq. Belə, videonu bəyənməyi, bəyəndinizsə bəyənməyi, komment yazmağı, istəklərinizi deməyi, daha sonra nə haqda videolar istəyirsiniz onu deməyi, ümumiyyətlə video haqqında təklifləriniz, iradlarınız və s. və axır nəsə varsa hamısını yaza bilərsiniz. Dostlarınıza göndərə bilərsiniz əgər ki bəyənirsinizsə. Bu şəkildə başqa demək istədiyim bir şey yoxdur. Sağ olun, özünüzə yaxşı baxın, gözəl günlər diləyirəm sizə.